Salamlar, necəsiz? Bugünləri istəyirəm ki, sizinlə 4 aylıq bazarlıq videoma aid bir video daha çəkeyim. Bizə nələr lazımdır, nəyə ehtiyacımız var, nələr olmasa olar. Əgər siz marketə siyahısız getsəz, oradan istəklərlə çıxacaqsınız. Yox, əgər marketə siyahı ilə getsəz, ayırsaz, oradan sizə ehtiyaclarınızla çıxar. Görə çalışın ki, bu siyahıdan istifadə eləyin. Hətta mənim demədiyim ola bilsin nəsə yadımdan çıxsın. Siz də şərh bölməsində əlavə edin və yaxud da sizin də hər hansı bir fikriniz varsa bununla bağlı, siz necə bazarlıq edirsiniz, siz necə ailənizi dolandırırsınız, necə qənaət edirsiniz, bunlar haqqında da fikrinizi bölüşə bilərsiniz. Gəlin birlikdə müzakirə edək. İlk istəyirəm başlayaq bazarlıq siyahımızı çıxartmaqdan. Bazarlıq siyahısı. Süd məhsullarından. Baxaq ki, bizə süd məhsullarından nələr lazımdır. Bitki südü istifadə etsə bitki südü alın, heyvan mənşəli süd istifadə etsə heyvan mənşəli süd. Yəni bu sizin ehtiyacınıza görə seçə bilərsiniz. İkincisi qatıq. Qatıq məncə hər evdə olacaq bir şeydir. Çox adam istifadə edir. Ayran. Ayranı isə istəsəz ala bilərsiniz, istəməsəz özünüz düzəldə bilərsiniz. Bu da yəni vacib bir şey deyil. Olmasa da olarlardandır. Evdə qatığınız var. Qatığa su tökün, duz tökün. Nanə xoşlayırsınızsa nanə tökün, qarışdırın, ayran olsun. Onun üçün əlavə pul ödəməyinizə ehtiyac yoxdur. Yəni o asan bir şəkildə özünüz düzəldə bilərsiniz. Sonra kəsmik. Elə adam var ki, kəsmiyini də özü hazırlaya bilmir. Mən məsələn kəsmiyi özüm hazırlaya bilmirəm. Ona görə eləməmişəm. Kəsmiyi ala bilərsiniz. Kim bacarırsa evdə özü eləsin. Həm təbiidir, həm özünüz bilirsiniz ki, nədən hazırlanıb. Belə də qatqı maddələri qatırlar. Kəsmiyi olsun, pendiri olsun. Gəlin pendiri də yazaq. Pendir həm ağ pendir, həm də sarı pendir. Yəni bunlardan pendir məsələn özünüz də hazır edə bilərsiniz süddən, bacarırsınızsa. Sonra kərə yağı, qaymaq, xama. Xama məhsulu məsələn üçün tez xarab olandır da aralarında. Xamadır, səhv eləmirəmsə qaymaqdır. Bunların maksimum müddəti 1 aydır. Ona görə onları ümumi bazarlıq elədiyinizdə almaya da bilərsiniz. Onu sonradan da ala bilərsiniz. Amma mən sizə məsələn bu 4 aylıq bazarlıqda nələr ümumi ala bilərik, onları qeyd edəcəyəm əsas. Sonra şokolad yağı. Şokolad yağı istəkdir, ehtiyac deyil. Yəni şokolad yağı olmasa da yaşaya bilərsiniz. Özünüzdə hazırlaya bilərsiniz. Yəni bunu almasanız da olar. Ona görə buna da bir qabağında işarə qoyacağam ki, yəni bunda olmasa da olarlardandır. Süd məhsullarını bitirdik. Gəlin keçək paçka, quru ərzaq. Paçka deyirəm, bizdə bilmirəm nə gedir. Quru ərzaq yanında da yazacağam. Buradan bizə nə lazım olacaq? Düyü. Düyü vacibdir, yəni hər evdə istifadə olunur. Yumru düyü. Yumru düyü də ki, dolma bişirirsinizsə, lovğa bişirirsinizsə, belə şeylərdə yəni yumru düyü istifadə olunur, ala bilərsiniz. Sonra bulgur, köftəlik bulgur. Əgər köftə hazırlayırsınızsa, köftəlik bulgur fərqli olur da, biraz xırda olur adi bulgurdan. Köftəlik siyah bulgur. Türklərin çiğ köftəsi var ya, onu nəzərdə tuturam. Sonra qarabaşaq, makaron. Bu arada mən bunları qeyd edəcəyəm. Çalışmışam ki, bütün nə ki lazımdır sizə onları qeyd edeyim. Amma ola bilər ki, nəsə yadımdan çıxsın. Sizin də fikriniz varsa deyərsiniz, əlavə edərik. Spagetti lazımdır. Spagetti də yeyilir. Vermişel. Ümumiyyətlə çalışın ki, yemək çeşidiniz çox olsun ki, elə adam var ki, hər gün eyni şey yeməyi sevmir. 2 gün, 3 gün dalbadal bir şey yeyəndə bəyni vurur da bir sözlə. Fərqli tutun. Manna əgər bişirirsinizsə ala bilərsiniz. Mannanı kotletə də qatmaq olur. Ət kotletinə də desən eləyirlər. Sonra biz toyuq kotletinə qatırıq. Sonra mannanın kaşasını bişirirsinizsə. Sonra suxari. Suxari də məsələn paçkada satılır da suxari. Onu suxarini çörəyə özünüz də quruda bilərsiniz, əzə bilərsiniz. Yəni vacib bir şey deyil. Tutalım kotlet elədiniz, nə bilim, şnitzel elədirsə də, nə ağlınıza gəlirsə, suxari qatacaq. Yəni ondan istifadə edə bilərsiniz. Onun da yanına bir işarə qoyacağam ki, yəni bu vacib bir şey deyil. Əgər istifadə edirsiniz, suxari alın. Sonra un. Undan yeməklər bişirirsinizsə, un ala bilərsiniz. Sonra yulaf, afsiyanka, uşaqların səhər kaşalarında.
Sonra özünüz üçün də səhərlər yeyə bilərsiniz. Sonra kinoa dadlı bir şeydir. Dadlı olmasa da xeyirli bir şeydir. İstifadə edə bilərsiniz, amma məcbursuzmu? Yox, məcbur deyilsiniz. Yəni istifadə etmək istəmirsinizsə, olmasa da olarlardandır. Amma ki, çox vitaminli bir şeydir, mütləq sınayın. Salatlarda falan yaxşıdır. Sonra qarğıdalı nişastası. Şirniyyatlarda da istifadə olunur. Xırt-xırt badımcan salatı eləyirsinizsə, onda da istifadə olunur. Lazımdırsa sizə, istifadə eləyirsinizsə, alın. Yoxsa belə vacib bir şey deyil. Sonra keçək konserva banka. Deməli, konserva banka məhsullarından bizə lazım olacaq tomat, zeytun yağı. Tomat ümumiyyətlə lazımlı bir şeydir. Tomat çox şey qatırıq. Özünüz düzəldə bilirsiniz, lap əla. Düzəldə bilmirsinizsə, mənim kimi ala bilərsiniz. Zeytun yağı. Zeytun yağı da lazımlı yağlardandır insan orqanizmi üçün. Duru yağlardan nə istifadə edirsinizsə, qarğıdalı yağı. Yağlar şüşə qabda olmur, konservada da olmur, bankada da olmur da. Plastik qablarda olur çox vaxt. Sadəcə yer tapmadım, ona görə bu konserva bankaya əlavə edirəm. İndi siz hansı hissəyə qoya bilərsiniz, qoyun. Yazıram bu qarğıdalı yağı və yaxud da günəbaxan yağı istifadə edirsinizsə, günəbaxan yağı. Əgər salatlar falan eləyirsinizsə, konserva qarğıdalı, konserva lobya, konserva qaroq. Qaroq yaşıl noxud gedir də, yaşıl noxud. Konserva bankalara yazıram əlavə olaraq turşu. Əgər turşu sevirsinizsə, ala bilərsiniz. Yox, özünüz hazırlayırsınızsa, biz məsələn üçün bizdə ən çox nənəgil hazırlayır. Anamla nənəm hazırlayır, bizə də verirlər. Arada mən də gəlirəm onlara köməyə, amma çox vaxt özləri hazırlayırlar, sağ olsunlar. Yəni hazırlayan yoxdursa sizin üçün, almaq istəyirsinizsə, xeyirli bir şeydirmi? O qədər də yox, amma yəni istifadə edirsinizsə eləyin də, yəni alın. Yəni bu olmasa da olarlardandır turşu. Gəlin keçək paxlalılara. Noxud. Çalışın ümumiyyətlə paxlalıları çox istifadə edin yeməklərinizdə əlavə olaraq. Vitamini boldur. Yaşıl mərcimək, qırmızı mərcimək. Məsələn üçün mən yaşıl mərciməyi salat kimi eləyirəm. Yaşıl mərcimək qatıram, kinoa qatıram, qırmızı lobya qatıram, bəzən noxud qatıram. Video çəkir, telefonunda açdın? Video çəkirəm. Yəni dumanlarla da açdın? Yox. Fikrimi dağıtma. Ön kamera şeydi. Mən üçün belə rahatdır, özümü görürəm. Sağ ol. Mən ona görə kamera almışam, bax. Mənim kameram. Qırmızı mərcimək, qaragöz lobya. Nəysə. Deməli bizə paxlalılardan noxud yazdım, yaşıl mərcimək, qırmızı mərcimək, qaragöz lobya, bir də qırmızı lobya. Sonra keçək gəlin ət məhsullarına. Mal əti istifadə edirsinizsə, qoyun əti. Mən məsələn qoyun ətini yeyə bilmirəm, xoşuma gəlmir. Ona görə qoyun ətini ancaq yesəm kebabda yeyərəm. Ona görə biz qoyun əti almırıq. Mal əti alırıq, yeyirsinizsə qoyun əti alın. Yazıram sizin üçün, amma mən istifadə edəmirəm məsələn. Toyuq əti. Toyuq ətinin ümumiyyətlə alanda filesi, qanadı, budur. Yəni baxın da harası xoşunuza gəlirsə orasını alın. Balıq. Balığı da ki yayda yox, hardasa aprelə qədər alsaz daha yaxşıdır. Sadəcə yazıram ki sizdə olsun. Apreldən hardasa sentyabr hərfi olmayana qədər. Sentyabra qədər almasaz yaxşıdır. Sentyabrdan sonra yenidən balıq ala bilərsiniz. Bilmirəm niyə deyirlər ki, o yay ərəfəsində balıq həm zəhərləyir, yəni problem yaradır da. Yəni yayda yeməsəz daha yaxşıdır. Məsələn ala bilərsiniz başsız balıq. Yayda başsız balıq yemək olur. Başsız balıq da bildinizdə nədir? Paçkada olur, başı olmur. Yəni kartoşka qaynat yanında ye. Sonra keçək meyvələrə. Məsələn, çalışın ki, ümumiyyətlə qida rasionunuzda meyvə çox olsun. Mənim uşaqlarım meyvə üçün ürəyi gedir. Bizdə hər gün meyvə yeyilir. Onların bir günorta saat fərqi yoxdur. Axşam da verirəm. Çox vaxt deyirlər axşam günorta 2-dən sonra meyvə yemək olmaz. Amma mənim uşaqlarım sevir meyvə yeməyi. Ona görə günortadan sonra da onlara meyvə verirəm. Qızım hətta bağçadan gəlir. Bağçadan gələn kimi deyirəm ona yemək yeyirsən? Deyir, yox, mən yemək istəmirəm. Mənə armud ver, nə bilim, apelsin ver, portağal ver, kivi ver. Yəni o vaxtı yeyir uşaq. Yəni ürəyi istəyir, mən də verirəm. Onun elə bir zərəri yoxdur deyə düşünürəm. Tam tərsi yaxşıdır. Vitaminli məhsuldur. Nə qədər yesələr o qədər yaxşıdır. Alma, armud, banan,
portağal, mandarin, sonra kivi, limon, heyva. İndi heyva məsələn mövsümləndir də. Bura yazacağam mövsümi meyvələr. Bura çiyələk də daxildir, sonra qarpız da daxildir. Yəni fərqi yoxdur. O mövsümdə hansı meyvə varsa mütləq alın uşağınıza yedizdirin, özünüz də yeyin, vitaminimiz bol olsun. Tuz da indiki zamanda vitaminimiz deyilən bir şey qalmayıb, əlavə dəstək lazım olur bizə, amma yenə də siz alın. Keçək tərəvəzlərə. Tərəvəzlərdən bizə nə lazımdır? Kartof, soğan, çuğundur, kök, pomidor, sonra xiyar, biber, balqar biberi yəni biber, badımcan. Badımcan da artıq üzü yaya doğru gedirik yavaş-yavaş. Mövsümü gəlir, daha çox olacaq. Kələm, brokkoli də ala bilərsiniz, əgər yeyirsinizsə. Gül kələmi. Belə tərəvəzləri yazdım. Yəni sizin də əlavə xoşladığınız tərəvəzlər varsa əlavə edə bilərsiniz. Sadəcə bunlar ağlıma gəldi. Əsas alınanlar bunlardır. Bir də meyvələrdən onu da deyim sizə. Mən indi alma, armud belə şeylər yazmışam. Yəni mango da ala bilərsiniz, ananas da ala bilərsiniz. Sonra tropik meyvələr, subtropik meyvələr. Yəni ürəyiniz nə istəyir? Sadəcə mən biraz büdcəni düşünərək belə biraz əslində artıq armud da bahadır, alma da bahadır. Yəni bu saydığım meyvələr də bahadır. Düşünün ki, qalubika, mavigilə, sonra kokos, yəni onlar da get-gedə qiymətlərini qaldırırlar. Əslində meyvədə avokado. Ki meyvəyə əlavə edeyim avokadanı. Azərbaycan təbiətinə uyğun bir meyvə deyil də deyim. Ona görə çox adam yemir, bəzi təzə-təzə başlayıblar yeməyə. Yəni istəsəz alın, yoxlayın. Yəni hər kəsin ağız adına uyğun bir meyvə deyil. Salatlarda da istifadə olunur. Amma meyvədir. Göyərtiyə keçək. Göyərti bizdə nə çox istifadə olunur? Keşniş, şüyüd, cəfəri, yaşıl soğan, kahı məsələn salat elədiyiniz vaxt alın, belə də məcbur deyilsiniz almağa. Nanə sevirsinizsə alın, elə adam var nanə sevmir. Yəni ürəyinizdən hansı göyərti keçir? Məsələn asparagus. Asparagus Azərbaycanca nə idi? Yadımda deyil. Nəsə də asparagus var ki, məsələn çox adam onu bilmir. Yəni çaşır, asparagus, yəni belə şeylər də ala bilərsiniz. Yəni baxın ki, yeyirsiniz ya yox. Yəni elə adam var yemir. Keçək ədviyyata. Duz, istiot, qırmızı pul biber sevirsinizsə məsələn, qırmızı pul biber ala bilərsiniz və yaxud da adi biber, pul biber də olmasa da olar. Yəni bu yenə də olmasa da olarlara aid bir şeydir. Sarı kök çox yeməyimizdə istifadə olunur bizim. Çox alın, qalsın, yəni gec-gec köhnəlmişdir. Şəkər tozu, şəkər pudrası da anlar var da, yəni şəkər pudrasına əlavə niyə pul verirsiniz? Tutalım, şəkər tozunu atın kofemolkaya, qarışdırın onu, olsun şəkər pudrası. Yəni o əlavə xərcdir. Şəkər pudrası yazıram bura, onu özünüzdə eləyə bilərsiniz. Soda məncə lazımlı bir şeydir. Sodanı alın, sodanı hər yerə tökmək olur. Soda təmizləyici vasitə kimi də gedir. Moydadırları falan yuyanda mən məsələn onları tökürəm, üstünə sirkə tökürəm. Sonra vanil. Vanil də necə? Əgər siz şirniyyat bişirirsinizsə, vanil alın. Yoxsa istifadə eləməyəcəksinizsə, şirniyyata həvəsiniz yoxsa nəyə lazımdır vanil almaq? Qabartma tozu. Qabartma tozu da həmçinin şirniyyat bişirirsinizsə və yaxud da ətli piroqlarda da səhv eləmirəmsə lazım olur ki, biraz piroqunu şişirtsin. Qabartma tozunu da yazıram. Ona da bir olmasa da olar işarəsi qoyacağam. Yəni istəsəz alın. Darçın. Darçın mən məsələn sevirəm. Darçın bizim evdə həmişə olur. Darçın sevirsinizsə, istifadə eləyəcəksinizsə alın. Belə də amma nə edirsiniz? Küncüt. Küncüt amma onu deyim sizə ki, alın, mütləq alın. Yəni küncüt hər evdə olması lazım olan bir şey. Küncütün hətta əzməsini hazırlayın, özünüz hazırlayın küncütü.
Mən də inşallah özüm də eləyəcəm. Mən onu tahin, türklər ona tahin deyirlər də. Mən onu belə qablarda alıram. Tez-tezə başlamışam almağa, uşaqlara da verirəm. Yəni çox faydalı bir şeydir. Gündə bir qaşıq, ən azından bir qaşıq yeməlisiniz. Çərəz dükanlarından falan da ala bilərsiniz. Yəni paçka ilə də lazım deyil ki, xırda-xırda 25 qramlıqlarda alıb istifadə edəsiniz. Çünki çox azdır 25 qramın içərisində. Gəlin keçək soslara. Soslar da necədir? Soslar da olmasa da olarlardandır. Əslində çoxsu. Gəlin bir-bir yazaq bunları da. Məsələn, ketçup olmasa da olar. Mayonez olmasa da olar. Çünki mayonezi salata istifadə edirsinizsə, çalışmaq lazımdır ümumiyyətlə belə şeyləri rasiondan çıxartmaq. Amma biz Azərbaycan xalqı sevirik ağzımızın dadını qəşəng olsun, ətin yanında hansısa sos olsun, balığın yanında nar şarab olsun. Ona görə bizim üçün biraz çətindir, amma çalışmaq lazımdır ki, belə şeyləri azaldaq. Soya sosu vacib bir şeydir. Soya sosu bizdə gedən bir şeydir, amma xoşlayırsınızsa hansısa yeməklə alın. Məsələn, almıram soya sosu. Sirkə vacibdir. Sirkəni alın. Sirkə ümumiyyətlə yaxşıdır. Sirkə ilə dediyim kimi soda tökürsünüz moydadırın içinə, üstünə də sirkə, elə təmizlik işlərinizi görə bilərsiniz. Sirkəni ümumiyyətlə şorbalara, nə bilim, çox şeyə gedir sirkə. Turşu qoymağa, nar şarabı çiğ köftəyə, sonra balıqla yeməyə, hətta ətlə, getlə yeməyə çox dadlı olur. Məsələn, yazmışam bura Sezar sosu. Sezar sosunu mayonez də qata bilərsiniz, üstünə biraz xardal qatın, eləyin olsun Sezar sosu. Yəni vacib deyil ki, mütləq Sezar sosum olmalıdır evdə. Olmasa da olar. Yəni büdcəvizə qənaət eləmək istəyirsinizsə, bəzi şeyləri rasionunuzdan çıxartmalısınız. Düzdür, mənim son bazarlığımda daha çox sos almışam. İstirdim dadlarına baxım, görüm necədir, nə qatırlar. Amma düşünürəm ki, bundan sonra ancaq elə istifadə etdiyim soslar mənə kifayət eləyər. Məsələn, burger sosu aldım, sonra nə aldım? Bəzi soslardan barbekü falan almışam. Barbekü sosunu da gəlin yazın bura. Yəni o da vacib deyil almağınız, amma ətlə falan dadlı olur. Yəni istəsəz ala bilərsiniz, amma olmasa da olar. Sonra gəlin keçək dondurulmuş məhsullara. Meyvələr məsələn olur ki, tutalım qışda istəyirsiniz yemək, amma həmin o meyvə ancaq dondurulmuş çiyələyi olsun, nə bilim, hansısa gilə meyvələr olsun, onları ala bilərsiniz. Onu hətta özünüz də yayda dondurun, saxlayın, qışda yeyin, o daha məsləhətlidir. Nəinki gedib hansısa mağazindən almaqdansa. Mən məsələn üçün dondurulmuş heç nə almıram. Nə meyvə olsun, nə tərəvəz olsun, yəni özüm onları hazırlayıram. Çox nadir halda olar ki, mən dondurulmuş nəsə almamışam. Dondurulmuş pizza da satırlar. Yəni bunlar hamısı dondurulmuş pizzadır, dondurulmuş hazır yeməklərdir. Onlar sadəcə sizin büdcənizə zərər verəcək şeylərdir. Yəni almasanız, olmasa da olarlardı. Amma belə çox ürəyiniz istəyirsə pizza yemək, özünüz hazırlamağa vaxtınız yoxdursa alın. Belə amma lazım deyil. Bir dənə aldığım, son axırıncı videomda aldığım milföy xəmiridir. Onu da mən çox sevirəm. Özüm hazırlaya bilmədiyimə görə. Milföy xəmiri qat-qat xəmirdir. Onu hər dəfə arasına yağ çəkməlisən. Tezdən üstünə yağ xəmir. Elə eləməlisən ki, bir növ nə deyimsə, qoğal xəmiri kimi bir şeydir. Amma qoğal xəmiri də deyil də. Kurasan xəmiri falan. Onlar görürsünüz necə şişir içləri də. Gərək onun necə deyərlər, xəmirin özünü düzəldə biləsən. Mən onu düzəldə bilmirəm. Onu daha yaxşı evdar xanımlardan eləyənlər ola bilsin var. Amma mən eləyə bilmirəm. Yəni milföy xəmiri ala bilərsiniz, əgər istifadə eləyirsinizsə. Yox, əgər özünüz hazırlaya bilirsinizsə, lap super, lap əla sizin üçün. Yəni 7-8 manatdır da bir dənə paçkası. Yəni ona verməyə ehtiyac yoxdur. Ona görə bir dənə yazıram dondurulmuş məhsullardan milföy xəmiri, bir də ki dondurulmuş qidalar. İndi onu da istəsəz alın da. Snack əlavə məhsullar, şirniyyat falan da belə şeylər. Məsələn üçün peçeni. Bunlar bu şirniyyat əlavə məhsullar dediyim var ha, bu yazacağım. Bunlar da olmasa da olarlardandır. Almasanız daha yaxşıdır, amma
qonaq gələndə falan nə də olmasa lazım olur. Bizdə evdə çox da belə konfet falan belə şeylər, şirniyyat falan çox getmir. Çalışırıq ki, yeməyək, uşaqlara yedizdirməyək. Nadir halda olar ki, nəsə verim. Çoxu piçeni verirəm. Sport piçeni verdim əvvəl. İndi ülkər piçenisindən verirəm. Amma ki, çalışın uşaqlarınıza da çox zirzibil vermək. Buna aiddir piçenyalar, çipslər. Gəlin bunları da mən bir sizə. Amma ki, almasınız daha yaxşıdır. Yəni amma ürəyiniz sizə alın da, baxın. Quru meyvə məsələn yaxşıdır. Quru meyvə alın. Çayla içməyə falan superdir quru meyvə. Hətta özünüz quruda bilirsinizsə lap yaxşı. Qurutma aparatı alın. Ondan istifadə edin. Hətta bizdə nənəgildə də var qurutma aparatı. O vaxt almışdıq. İndi mən Temudan almışam. Torlar. İnşallah qismət olsa, fikrim var ki, özüm qurudum. Alındıra bilsəm, onun da videosunu çəkəcəm sizin üçün. Yayda bir yerdə bağda qurudarıq meyvələrimizi. Sonra quru meyvələr superdir, yəni alın. Çərəzlər də alın. Yəni çərəzlər də yaxşıdır. Qoz, fındıq, nə bilim, keşu. Yəni pulunuz çatırsa elə şeylərə verin. Nəinki çipsə verin, piçeniyə verin. Sonra canım istədirsə şokolada və yaxud da belə. Amma yazın da yenə də şokolad. O bu dediyim kimi olmazsa olarlardı bunlar. Konfet də qonaq qarşısına çıxartmaq üçün mən məsələn üçün onların hərəsindən biraz alıram. Nə vaxt ki bizə qonaq gələcək onda. Çünki mən qoysam ortalığa, Duyğu onu 2 dəqiqəyə məhv eləyəcək. Ona görə mən almıram ki, nəyə lazım. Yəni qonaq istəyər deyə yesin, amma ki belə mənim üçün mənə. Bax, sevdiyim məsələn Kazinakidir. Kazinakini çox sevirəm. Yəni olsa da olar, olmasa da olardı. Arada bir ürəyim istəyəndə, onda alıram. Əlavə məhsullar, bu snekləridir. Bir də gəlin yazın əlavə məhsullar. Əlavə məhsullara bilmədim ad nə qoyum. Prosta əlavə məhsul kimi yazıram. Məsələn, bişirmə kağızıdır, streç. Bunlar məsələn evdə lazımlı şeylərdir. Alüminium folqalar, onları nəzərdə tuturam. Sonra pingvin kloklar var ki, bunlar da lazım olur evdə. Zibil kloku. Zibil klokunu çox vaxt dükandan aldığımız kloklardan istifadə edirik. Əgər çatmırsa zibil kloku da ala bilərsiniz. Sonra batareya. Batareya hər zaman lazımlı bir şeydir. Hər zaman televizorun pultu xarab olur. Uşaqların oyuncaqlarında batareya lazım olur. Sonra hər hansısa bir elektronik əşyada da batareya lazım olur. Yəni alıb evə ata bilərsiniz. Yəni onsuz da ildən ilə bahalanır qiymətlər. Alın, atın, sizə bir stoklayın. Elə bir şey yoxdur yəni. Sonra keçək, gəlin içkilərə. Çay içirsinizsə çay. Qəhvə içirsinizsə qəhvə. Çalışın qəhvəni də azaldın. Mən məsələn onsuz da qəhvə çox içmirəm. Hal-hazırda qoymuşam, sadəcə ürəyim istədi deyə. Çox nadir halda olar ki, ayda 1-2 dəfə mən qəhvə içərəm. Bir də ki, mən nə vaxt içirəm qəhvəni, nə vaxt ki başım fırlanır, təzyiqim aşağı düşür, onda mən qəhvə içirəm. Yoxsa belə də mənim qəhvə ilə aram yoxdur. Bir adam var ki, hər gün səhər mütləq içməlidir. Məndə elə şey yoxdur. Sonra şirə. Şirə almaq mən sevmirəm. Şirələri çox nadir halda ürəyim tutan portağallı, narıncı bir şey istəyəndə deyirəm ki, mənim üçün filan şey, adını çəkməyim də hansısa firmanın. O firmanın şirəsini al. Amma belə şirə sizə də məsləhət görmürəm. Yəni olmasa da olarlardandır. Almayın. Bir də su yazıram bura. Suyun siz qənaət eləmək üçün nə edə bilərsiniz? Suyu belə butulkalarda yox, adi suyu. Hansısa bir firmanın 8-10, nə bilim 15 litrlik boçkaları olur. Boçkalarda olan suyundan alın. Üstünə də filtrdir nədir? O başlığı var ya belə basırsınız və yaxud da elektron halında olanı. Onu alın. Yəni o sizə daha çox qənaət eləmiş olacaqsınız. Bir var ki, bu boyda suyu, 1 litrlik suyu alırsınız 1 manata, 1 manat 20 qəpiyə. Bir də var ki, böyük boçkanı alırsınız, 8-10 litrliyi alırsınız 7-8 manata. Yaxud da daha az, 4-5 manata da var, 7-8 manata da var. Baxır da indi hansı firmadan alırsınız. Yəni çalışın elə sulardan alın. Büdcə bizə xeyirlidir. Sonra gəlin keçək. Gigiyenik məhsullara keçək. Bizə nə lazımdır gigiyenik məhsullardan? Şampun, balzam,
Saç kremi, saç maskası indi siz nə istifadə edirsinizsə, əgər istifadə edirsinizsə duş geli yox, əgər adi sabun da yetərlidir. Yəni duş gelini almasanız da olar, yəni vacib bir şey deyil. Sonra yazıram bura sabun, bərk maye, indi hansından istifadə edirsinizsə, diş macunu vacibdir. Diş fırçası, diş üçün çöplərdə var, saplarda var. Diş sapı bu dəqiqə daha çox təriflənir. Bilmirəm nə qədər doğrudur. Diş çöpü çünki dişə zərər vurur. Ona görə alsaz diş sapı alın, diş çöpü əvəzinə. Yəni diş çöpü də yaza bilərəm. Qoy yazım bura, diş çöpü də yazım. Görürsüz lazım olur, çöp də lazım olur adama. Ağız yaxalayıcı olsa da olar, olmasa da olarlardandır. Yəni vacib deyil ki, o sudan alasınız. Sonra pambıqlı çöp, hansı ki biz deyirik ki, qulaq çöpü. Əslində o qulaq çöpü deyilmiş, pambıqlı çöpdür. Biz prosta hamımız Azərbaycan xalqı onun qulağımızda istifadə edirik. Gəlin keçim qadın gigiyenasına. Qadın gigiyenasına lazımdır qoltuq altı sprey və yaxud da qoltuq altı sabun kimi şeylər. Baxın, adlarını demək istəmirəm də sadəcə. Dezodorant yazım, dezodorant. Həmçinin kişilərdə də eynən dezodorant. Əgər üzlərini qırxırlarsa təraş köpüyü. Gəlin bunu da kişi gigiyenası kimi yazım. Onlar da qoltuq altı, dezodorant, sprey. Gündəlik istifadə üçün bizə nələr lazımdır? Gündəlik. Tualet kağızı. Nəm salfet də məncə lazımlı bir şeydir evdə. Maye sabun. Sonra mətbəx salfeti. Mətbəx salfeti bildiniz də hansı deyirəm. Rulonlar var ya, ağ rəngdə olanlar. Onlar da məncə lazımlıdır. Qalın olurlar onlar biraz yaxşıdır. Mən çox şey onları istifadə edirəm. Xoşum gəlir. Sonra keçək uşaq üçün. Uşaq üçün bizə nələr lazımdır? Əgər evdə bunu əlavə olaraq yazdım ki, əgər evdə uşaq varsa, kimin uşağı balacadırsa, yəni onlara lazım ola bilər. Yox, əgər sizdə uşaq yoxdursa, bu hissəni keçə bilərsiniz. Uşaq bezi, uşaq üçün nəm salfet, şampun. Uşaqlara balzam onsuz da ehtiyac yoxdur. Uşaqların şampunların içərisində balzam çox vaxt olur. Amma saç spreyi lazım olur. Əgər qızınız varsa, saçı daraya bilmirsinizsə, saç spreyi yaxşıdır. Mən məsələn alıram, istifadə edirəm. Sonra uşaq üçün krem, sudo krem falan bunlar yaxşıdır. Bişməcə kremləri bunlardan ala bilərsiniz. Uşağınıza kaşa falan verirsinizsə, yəni o 6 ayına uyğun kaşalar, 10 ayına uyğun kaşalar, nə bilim 1 yaşına uyğun kaşalar, onlardan da ala bilərsiniz. Baxın da, imkanınız çatırsa alın. Yoxsa elə adi məsələn afsiyanka da verə bilərsiniz, yulaf da verə bilərsiniz. Yəni o qədər ehtiyac yoxdur da əlavə xərc eləməyə. Məsələn, çox vaxt deyirlər ki, uşaqlar üçün qreçka unu, qarabaşaq unu. Qarabaşaq unu nədir? Qarabaşağı kafemolkadan keçirdirlər, elə vəziyyətdə də satırlar. Siz onu özünüz də hazırlaya bilərsiniz. Yəni pulunuza qənaət eləmək üçün onları elə hazırlayın. Ehtiyac yoxdur ki, gedib oradan bahalı həmin o unları alasınız. Düyü unu da elə hazırlanır, yulaf unu da elə hazırlanır. Yulafdır, düyüdür, qarabaşaqdır. Yəni hamısını kofemolkadan keçirin, olacaq adi un. İstəməz uşağı olanda biraz hər şeyin istəyir, ən yaxşısını eləsin, hər şeyin ən yaxşısını alsın, amma düşünəndə elə buna eləsəz kifayət edir. Yəni ehtiyac yoxdur o qədər bahalı şeylər almağa. İlk uşaqda adam biraz təcrübəsiz olur, ikincidə artıq öyrənirsən həyatın qanunlarını. Sonra təmizlik vasitələri gəlin yazın. Təmizlik vasitələrinə qab pastası, sonra paltar yuyan, toz və yaxud da gel, sarı rulon bezlər. Sarı rulon bezlər hər dəfə lazım olur. Yəni onu bir dəfə aldınız kifayət eləyir. Hər dəfə almağa ehtiyac yoxdur. Uzun müddət sizə gedəcək. Sonra sarı əlcəklər satırlar çox vaxt. Tualeti hamamı təmizləmək üçün sarı əlcək alın. Büyüyan maye ala bilərsiniz. Mən çox vaxt ən məşhur var bir firma, ondan alıram. Amma ki, əgər daha çox qənaət eləmək istəyirsinizsə, yəni o almasanız da olar. Qabyan maye belə kanistrlarda satırlar. 3 litrlik olur, 5 litrlik olur. Ondan alın, tökün elə həmin o qablara, balaca qablara. Elə istifadə eləyin. Elə də eləyə bilərsiniz. Kanistrda satılanlardan. O sizin büdcəvizə daha çox xeyir verəcək. Qabyan süngər. Qabyan süngər də elə
paçkalarda satılırlar. Bir içində 10 dənə falan olur. Yəni o da sizə uzun müddət gedə bilər. Sonra dezinfeksiya edici maddələr alın. Xlordur. Əgər istifadə etsən, məsələn, xlor çox istifadə edirəm. Çox vaxt nənə mənim üçün yuyur. Mənim elə şeylərdən başım çıxmır. Duyğunun paltarlarına, nə bilim, Ayazın paltarlarına, dəsmallara. Onu da gərək öyrənim. Domestos, nə bilim, hansı ki tualetə tökə bilərsə, onları dezinfeksiya edici maddələr kimi yazdım. Yəni bu da ağlınızda olsun. Sonra şüşə silən, yağ silən, yağ sökücü. Sarı nə idi o? Yadımdan çıxdı. Sarı güc, mavi güc, yəni bunlardan ala bilərsiniz. Bir dəfə alırsınız, sizə uzun müddət gedəcək. Tualet üçün sprey. Bilmirəm gedir ya yox, amma mən təmizlik vasitəsində yazdım onu. İndi siz hansını uyğunlaşdırsanız, ona uyğun yazarsınız. Nə yazdım? Təmizlik vasitələri uşaq üçün, qadın gigiyenası, kişi gigiyenası, gündəlik vasitə. İçkiləri elədik, əlavə məhsullar dedim, snəkləri dedim. Dondurulmuş məhsullar, soslar, ədviyyat, göyərti, meyvə, tərəvəz, ət məhsulu, paxlallar, sonra paçka ərzaqlar, quru ərzaqlar, sonra süd məhsullarını dedim. Bir də gündəlik düzdür yazmışam, bu gündəlik ev üçün olan idi. Bir də var ki, gündəlik yeməyə, bilmədim açığı, bu çörəkdir, yumurtadır, lavaşdır, bunları hara yazım? Gündəliyə yazıram. Çörək, lavaş, yumurta. Yəni heç bir yerə aid eləyə bilmədim onları. Ona görə bir dənə də əlavə gündəlik, ikinci bir gündəlik kimi bir şey açdım burada. Yazıram. Çörəklə lavaşdır. Bunlar hər dəfə lazım olurdu. Yəni evdə ən çox istifadə olunurdu. Bizdə məsələn yumurta ən çox yeyilən şeydir. Uşaqlarım da sevir, yoldaşım da sevir. Düzdür, yumurtanı çox vaxt nənəm, xalam, onlar göndərirlər. Həyət yumurtası uşaqlar üçün. Uşaqlara sırf o yumurtalardan istifadə edirəm. Sağ olsunlar ki, xalamgil göndərirlər. Çörəklə lavaş da gündəlik alınan şeylərdir. Yəni bunlar da belə. Görüm nə qaldı bizdə. Yəni hər bir şeyi saydım sizin üçün. Nələr bizə lazımdır, nələrdən istifadə edə bilərik, nələr ehtiyac yoxdur. Yəni bunlarla siz 4 ay keçinə bilərsiniz. Məsələn, çox şey alın. Tamam, makaron alırsınız, vermişli alırsınız. Tarixinə baxın. 2000 tam bugün 26-dır, 2026-dırsa, alın 2028-ə olana qədər. Tamam, 5 paçka, 10 paçka, nə bilim, nə qədər yeriniz varsa, yerinizə uyğun da stoklaya bilərsiniz. Bəzi şeylər var ki, stoklana bilər. Məsələn, tualet kağızıdır. Tualet kağızı köhnələn bir şey deyil. Vaxtı keçən bir şey deyil. Salfetkalardır, vaxtı keçən bir şey deyil. Elə şeyləri stoklayın. Alın çoxlu, qoyun qalsın. Heç tez o istifadə olunur. Amma vaxtı keçəcək şeylərdir, yumurtadır, vaxtı keçən şeydir, tez xarab olan şeydir, süd məhsullarıdır. Onları çalışın ki, bir aydan çox almayın. Yəni vaxtına mütləq baxın alacağınız şeylərin. Ədviyyatlar da çox vaxt, 2 il çox vaxt olur. Yəni onların üstünə baxıb ayıra bilərsiniz. Sabundur, sabunun da məncə vaxtı keçən bir şey deyil. Mən alanda çox vaxt belə şeyləri, makaron, vermişil, spagetti, bunların uzun müddətdə aldığım üçün, yəni hərəsindən 4 paçka. 4 paçka spagetti, 4 paçka burma makaron, 4 paçka qələm makaron. Yəni hərəsindən 4 paçka, 3 paçka alıram. Yəni bir xeyli də bizə gedir. Bir də sizə onu deyim ki, inşallah mən bunu hazırlayacağam PDF kimi. Sizin üçün YouTube kanalımda məlumat hissəsində qoyacağam. Özünüz də üstünə basaraq keçid edə bilərsiniz. Sizə də rahat olsun. İstifadə edə bilərsiniz. Mən öyrəndiyim hər bir şeyi sizinlə bölüşürəm. Onsuz da bilirsiniz bunu hər zaman. Çalışıram ümumiyyətlə belə faydalı məzmunları tez-tez çəkim, tez-tez sizinlə bölüşüm. Əgər sizə bu mövzularım faydalı gəlirsə, kanalıma abunə olmağı unutmayın. Sizin hər birinizi çox sevirəm. Çalışıram ki, sizinlə də etdiyim hər bir şeyi bölüşüm. Növbəti vloqlarımda nə görmək istəyirsiniz? Sizə hansı mövzu maraqlıdırsa, fərqi yoxdur. İstəyirsinizsə deyə bilərsiniz. O haqda da sizin üçün video çəkərəm. İnşallah növbəti vloqlarımda, növbəti videolarımda görüşmək üzrə. Hələlik.